Motosiklet gəlib, uşağı alıb anasının əlindən, yəni belə bir hadisə olub, uşaq dünyasını dəyişib. Motosiklet sürücüsü 3 yaşlı körpənin həyatına son qoydu. Bəli, hadisə iyunun 19-da Masazır qəsəbəsi Qurtuluş 90 yaşayış kompleksinin ərazisində məhz bu ərazidə qeydə alınıb. Deyilənə görə körpə uşaq arabasındaymış və anası ilə birlikdə bu ərazidə olarkən motosiklet onun həyatına son qoyub. Bəli, sakinlər bildirirlər ki, bu iş belə hal deyil ərazidə və son da olmayacaq. Çünki motosiklet sürücüləri çox təhlükəli vəziyyətdə idarə edirlər və vətəndaşlara təhlükə yaradırlar. Xüsusən də restoranların kuryerləri müxtəlif manevrlər edərək çox təhlükəli idarə edirlər. Motosiklet bir dənə uşağı vurub. Bəli, restoranların hamısı kuryeridir. Çoxdur da dəhşət dərəcədə motosiklet sürənlər normal şəkildə sürmürlər. İşte oradan görürdü, evdən pəncərədən görürdü, cəmaat yığışmışdı. Dedilər ki, uşağı vurdu, anası götürdü, qaçdı. Belə fıranla buralar, elə uşaqlar, cavan uşaqlardır. Yəni yeni yetmələr. Uşaqlar da axşamlar da yığışırlar, gündüzlər də belə sürürlər. Səsindən narahat oluruq əsasən. Belə çox fıranlar, yəni belə gedilər, elə gedilər. Bilmirəm, yəni nə üçün gəzirdilər yəni. Təhlükəli, çox pis sürürlər. O yeməsə də apala desən, evlərə zadar, nə beləncə. İstənilən vaxt olur, gecə də olur, gündüz də olur. Yəni motosiklet sürən cavanlar biraz yaxşı sürmürlər. Biraz dəcəllik edirlər, özü də çox ciddi, yumuşaq desəm çox ciddi dəcəllik edirlər. Motosiklet gəlib, uşağı alıb anasının əlindən, yəni belə bir hadisə olub, uşaq dünyasını dəyişib, çox acınacaqlı bir hadisə. 3 yaşlı körpə belə dedilər, belə eşitdim. Bəli, iddia olunur ki, bu restoranda çalışan motosiklet sürücüsü həmin hadisəni törədib və 3 yaşlı körpənin həyatına son qoyub. Amma restoran rəhbərliyi nümayəndəsi bu xəbərləri təkzib edir və deyir ki, o şəxs bizdə çalışmır və onu tanımırıq. Motor sürən oğlanlardan biridir, bilmiyorum, tanımırıq. Bizde bir alakası yoktu. Bizde alakası olmuş olsa indi biz burada bu şekilde durar mıyıq? Çox gözəl eləyirsə, yaxşı eləyirsiz, yığışdırsınlar. Bax, dünənki uşağı orada vurdu, öldürdü. Nədir bu? Pravası yox, bir şey yox. Yığışdırın deyirəm bunu. Biz bezmişik bunların əlindən. Bezmək, bax, dünən birini də burada vurdu, antası ölmədi uşaq. Motosikletin qabağını qaldırır, başlayır eləmək. Olmaz belə şey. Axşamlar bir dənə gəlib, bir dənə gizlin çəkiliş yaparsınız, görərsiniz burada mopedlər nə hoqqa verirlər. Gecə hələ siz görərsiniz, saat 1-də motosikletə aborot verirlər, evdə uşaq dəli olur, evdə xəstəsi olan var, nə bilim. Hər gördüyünüz bu ərazi var, elə bir ki, Bombeydir də yəni. Motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol nəqliyyat hadisələri bu nəqliyyat vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir. Cari ilin ilk 5 ayı ərzində Respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri üzərindən baş vermiş 10 yol nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.